İnkişaf etmək hər kəsə görə fərqlidir. Bəziləri kitab oxuyaraq, bəziləri yeni bacarıqlar öyrənərək, bəziləri də cəmiyyət üçün faydalı işlər görərək özünü inkişaf etdirir. Sadaladıqlarımız arasında könüllülük fəaliyyətinin də rolu var. Asan Xidmətin könüllülük proqramı yüzlərlə insanın həm şəxsi, həm də iş həyatına müəyyən qədər təsir göstərib. Bugün həmin könüllülərdən biri Fatih Həsənlidən danışacağıq. O, Asan Xidmətdə könüllü kimi fəaliyyət göstərir, sayca 40 mininci könüllüdür. Təqribən bir aydır ki, başlamışam. Asan Xidmətdə 3-4 xidmətdə oluruq. Hansılar ki, bağçadır, uşaqlara baxırıq, növbə tənzimləmədir, vətəndaşlara yol göstəririk, onlara köməklik göstəririk xidmətlər barədə və xidmətdən razı qalmaqları ilə bağlı suallar veririk çıxışda. 16 yaşlı Fatih hazırda 11-ci sinifdə oxuyur və 2-ci qrupa hazırlaşır. Onu qarşıda böyük bir sınaq gözləyir. Bəs görəsən Fatih bunlara necə vaxt çatdırır? 3 saat müddətində olur könüllü fəaliyyətimiz. Mən deməli dərsə gedirəm. Dərsdən çıxıram, könüllü fəaliyyətinə gedirəm, Asan Xidmətə. Yəni oradan sonra çıxıb təzədən dərsə gedirəm. Mən 12 saat demək olar iş rejimindəyəm. Düşünürəm ki, bu mənim gələcəyimə yatırımdır və bunu mən indi də edirəmsə, deməli gələcəkdə daha rahat yaşayacağam. Asan Xidmətin əslində ikinci pilləsi də var. Hansı ki, burada sırf ixtisaslaşma fənlər üzrə gedirsən və orada öyrənirsən. Amma birinci pilləsi isə sırf həyatidir də. Yəni bunu məncə hamı keçməlidir. Çox böyük bir təcrübədir. 2012-ci ildən fəaliyyətə başlayan Asan Xidmət ölkəmizə könüllülük anlayışını gətirən və formalaşdıran əsas mərkəzlərdən biridir. 40.337 nəfər bugünkü statistikaya görə bizim könüllümüz var. Bu deməkdir ki, gənclər şəxsi inkişafa, özlərini inkişaf etdirərək yeni bacarıqlar əldə etməyə meyllənirlər. Asan Xidmət bunun üçün çox böyük bir imkanlar tanıyır. Könüllünün Asan Xidmətə daxil olduğu gündən fəaliyyətini yekunlaşdırdığı anadək müəyyən bir keçdiyi yol var və bu yol böyük bir komanda tərəfindən izlənilir. Misal üçün, yumşaq bacarıqların inkişaf etdirilməsi ilə bağlı biz icbari təlim paketi həyata keçiririk. 4 təlim trening mövcuddur ki, hər bir könüllü mütləq bu təlimlərdən keçməlidir və bu deməkdir ki, artıq o gələcək iş həyatına hazır bir kadr kimi formalaşır. Asan Xidmət vətəndaşlara xidmət göstərməklə yanaşı gənclərə yeni imkanlar yaradır. Qeyd eləyək ki, 3400-dən çox könüllü Asan Kadr portalı vasitəsilə işlə təmin olunub. Agentliyin daxili qaydalarına əsasən 15-26 yaş arası İstənilən gənc Asan Xidmətdə könüllü olmaq üçün müraciət edə bilər. Dil biliyindən, təhsilindən, yaşadığı yerdən, milliyyətindən və digər xüsusiyyətlərindən asılı olmayaraq hər bir gənc bu prosesə qoşularaq öz inkişafı üçün imkan tapır. Asan Xidmət könüllüləri insanların gündəlik problemlərinin həllində bir körpü rolunu oynayaraq həmrəylik və yardımsevərlik ruhunu gücləndirir. 40 mininci könüllü də bu yolun bir parçası olmaqla göstərir ki, hər yaşda cəmiyyətə faydalı olmaq və özünü inkişaf etdirmək mümkündür.